9 dekabr 2025-ci ildir və həftənin çərşənbə axşam gündü dəyərli izləyicilər. Bir son dəqiqə xəbərini sizinlə bölüşmək istəyirəm. Bakıda daha bir partlayış baş verib, dağıntılar altında qalanlar var. Bu sabah Sabunçu rayonunda fərdi yaşayış evində partlayış olub. Qaynar info xəbər verir ki, hadisə Siyavuş Məhərrəmov küçəsində 72 saylı məktəbin yaxınlığında baş verib. Hadisənin qaz sızmadan baş verdiyi bildirilir. Dağıntılar altında qalanların olduğu da qeyd olunur. Saat 10 radələrində Respublika təcili və təxirə salınmaz tibbi yardım mərkəzinə Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisindən partlayışın baş verməsi səbəbilə çağırış qeydə alınıb. Təcili yardım briqadası tərəfindən bir nəfər kişi müxtəlif bədən nahiyələrində yanıq diaqnozu ilə yanıq mərkəzinə, digər bir kişi isə travma və yanıq diaqnozu ilə Sabunçu tibb mərkəzinə hospitalizasiya olunub. Eyni zamanda da Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilas Etmə Xidmətlərinin qüvvələri də hadisə yerinə cəlb olunublar, dəyərli izləyicilər.